منی سرگه شاخم جلاندی ستم شم بالین ویم با کیمیاتم بالا شهر بیم باش دارگارم زند گردم چی düşüp mektele baş siz beden oğlum Zehra sana kurban leb çeşmeden can Zehra sana kurban leb çeşmeden can Zehra sana kurban oğlum yaradı nefsime yok salidemden ey ruhi muallem düşmüş bir ayın ensi gözem dinlemen kenaptayım leysüz bir alem ben sen eledim yârime göz yâşiden ağlayım şahane dolanırım şerden kimi döktüm güleyeş kimhen oldum sen sasen olmam nefsine veren canım Zehra sana kurban nefsine
İnşallah. Xahiş edirəm, ağıllı başlayın. Sakit oturaq. Yəni bizim cəmaatımız sakit duraq. Yenə tapşırıq da. Ağamız bizə feyiz versin bugün. Abi Peygamberimizdeki selamın cemiyen vahşi hakkında salavat zikrediyor. Dikkatle kulak asacak, birbirine vahşi hakkında salavat zikrediyor. أبا أحد من رجالكم ولكن رسول فهو خاتم النبيين وكان الله بكل شيء عليما إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا لبيك اللهم لبيك صلوا عليه فسلموا تسليما اللهم صل على محمد اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد يا أرحم الراحمين
evində ziyarət eləmişəm. Bu özü bir nemətdir. Allah bu birlik nemətin əlimizdən almasın. Daha doğrusu, mənim fikrimdə yox idi burada söhbət eləyən. Mən gönlüm istirdi ki, məndən böyük olan qardaşım Həzrət-ül Hüccətül-İslam Hacı Ağa Şəhnami ki, neçə illər siz onun səsini eşidibsiniz əhkam deyəndə ondan istifadə edən müntəha özü buyurdu ki, mən neçə dəqiqə sizinlə söhbətləşəm, elə də bir uzun söhbətə fikrim yoxdur. Bir-iki dəqiqə dəqiqləşmək lazımdır. Ondan başqa şey lazım deyil. O qədər ki, rəfdə aman var, sizinlə söhbət eləyəm, inşallah qardaşımdan ola bilsin ki, axşam başı bir məclis olacaq burada. Allah rəhmət eləsin. Hacılarımızdan biri Məkkədə dünyadan getdi. Bugün axşam başı İrandan gələn qonaqlar ki, Şeyxülislam dəvət eləyib onları Ərdəbil İmam Cüməsidi Cəfəri ağadı, ondan da sonra neçə dənə böyük alimlərimizdən var. Onlar hamısı birlikdə gəlib orada fatihə verəcəklər. İnşallah möminlər də gələrlər, orada şirkət elərlər, iştirak elərlər. Orada da elə bir qardaşımız, ağa, ustadımız gözəlcə söhbət elər, rozaxanlıq olar orada, hamımız da istifadə edərik inşallah. Mən indi burada bir söz zehnimdə var. O sözü istəyirəm sizin beynizə, öz beynimdən köçürdüb və sizə töhvə kimi vermiş olan, həmişə də karımıza gələn sözdür. Axı siz bilirsiniz ki, bilmək neçə dürdür, bilmək. Bəzi şey var, onun bilməyi yaxçıdır. Amma adamın yaşayışında belə bir faydası yoxdur. Özdə fərq eləyən təfavütü yoxdur ki, din elmi ola, ya dinlə başqa elmilər ola. Bəzi elmilər var, yaxçıdır adam bilər. Amma adamın yaşayışında belə təsiri yoxdur. Elə dini elmidə də var, ha? Məsəl üçün, mən hərdən misal verirəm bunu, təmsil üçün deyirəm. Biz bilirik ki, İmam-ı Hüseyin ağa Aşura günü Kərbəlada şəhadətə yetişir. Bunu hamımız bilmişik. Və bunu bilmək bizə lazım bir sözdür. Niyə ölüb də o da lazımdır, bilək oları. Amma İmam-ı Hüseyin ağa atam indi meydana getdi, yoxsa piyadə getdi. Bunun da bilməyi pisdir. Amma çox belə faydalı bir sözdə deyil. Yoxsa atam inmişdi, belə deyək, o at erkəkdi ya dişiydi. Nə edirəm erkəkdi ya dişiydi? O mənim yaşayışımda faydası nədir? Bunun faydası var ki, bilən İmam-ı Hüseyin niyə getdi, niyə öldü? Bekar qalmışdı. Yəqinən ki, bir şey varmış, onlar lazımdır. Pəs bildik ki, elmilərin bəzisi, bilməklərin bəzisi lazımdır, bəzisi bilməyi, hər şeyin bilməyi yaxçıdır. Ancaq lazım deyil. Bu ki, aydındır. Mən istəyirəm sizə bir gün burada bir söz deyəm. Bu söz sizin həm dünyozda sizə lazımdır, həm də qiyamətdə sizə lazımdır.
söz budur ki, Allah bizi yaradı. Bunu bilirik ki, siz elmi başlıda da çetirmişsiniz bunu ki, insanı mümkün değil, ola bilmez ki Allah boşlu boşuna yarada. Bu mümkün iş değil. Ağıl da bunu kəsmir. Yeri göğü Allah insanı üçün yarada. İnsanı da boşlu boşuna yarada. Bu gülüncü bir sözdür. Olmamalıdır bu, mütləq. Ağıl bunu kəsir ki, Allah yeri göğü insan üçün yaradı, insanı da özü üçün yaradı. Deyir, özüm üçün yaratmışam sizi. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسِ İnsanların hamısını yaratmışam deyinə üçün İlla liya'budun özüm üçün, mənə ibadət edəyəm. Özüm üçün yaratmışam. Ola bilməz, hər şey var insanın. İnsan nə üçün? İnsan heç üçün. Belə şey ola, bu mümkün deyil. Ona görədir ki, Allah bizi yaradır, bizə dərya və dəniz verib, bizə cəngəl verib, bizə hava yaradıb, su yaradıb, çörək yaradıb, torpaq yaradıb, torpağın içində hər nə yaradıb bizə. Torpağın içində taxıl var, bu torpağın içində belə yeməlilər var, torpaq, hər nə torpağın içində. Bizim özümüzü də ondan yaradır. Özümüzü də ora qaytaracaq. Təzədən o torpaqdan bizi dirildib qiyamətə gətirəcək. Minha xalaqnakum. Deyir, sizi torpaqdan yaratmışam. Və sizi ora qaytaracağam. Və sizi oradan qalxızacağam. Mən ərəblərin zadını demirəm bunları ki, tez sözümü deyəmişəm. Sizin vaxtınızı çox tutmayam. Allah hər nəyi yaradıb kim üçün? Heyvanların hamısı insan üçün yaranır. Yer-gök insan üçün yaranır. İnsan da nə üçün yaranır? Boşlu boşuna. Olan iş deyil. Mütləq bu söz gələr. İnsanı da yaratmışam deyil, özüm. İndi necə özüm üçün yaratmışam? Özüm üçün necə yarana bilər? İnsan nə yoluna Allah'ı tapa bilər? Əgər insanı öz başına boşlasaydılar, Allah'ı tapardı. Amma Allah'ı tapandan sonra Allah qarşısında necə ibadət eləməliydi, onu bilməzdi. Ağıl var, ağılla Allah'ı tapmaq olar. Ağıl kəsir ki, ağıl bunu kəsir ki, mən əgər bir şey yazmasam, o şey öz yüzünə yazılmaz. Mən bir söz danışmasam, söz öz yüzünə danışılmaz. Mən əgər daşı daş üstə qoymasam, bir dənə böyük bina düzəlilməz. Bunu ağıl kəsir. Allah məni yaradır, mənə ağıl verir. Görürəm, bu aləmdə olan intizamat ki var, bu intizamata bir nəfər lazımdır ki, bunları icad eləyə, yarada, bunları törədə. O Allahdır. Ağıl bunu kəsir. Amma ağıl Allah'ı tapandan sonra necə ibadət eləsin, onu qalar məhəttər. Onu bilməz. Çoxlar əlləşib ki, Allah adının üstünə bir örtüksə ki, Allah'ın adını gizlədə. Bu ola bilmir. Olar ki, Peyğəmbərdən də qabaq müşriküdülər, kafiridirlər, Allah'ı tanımırdılar. Ancaq bilirdilər ki, insan gərək bir şeyin qabağında əylə, onu tapmışdılar. Xurmanı düzəldirdilər, xurmadan bir dənə heykəl düzəldib, onun qabağında səcdə edirdilər. Bu qələt işdir, amma bunun içində bir söz var, o da budur ki, insan bunu tapıb ki, gərək bir şeyin qabağında əylə, onu bilir. Amma nəyin qabağında əyilsin, ona Peyğəmbər lazımdır deyər. Ağıl bilib, ağıl tapıb ki, insandan böyük şey var. İnsan onun qabağında əylə, bu mütləq insan üçün lazımdır. Bunu ağıl bilir. Amma o şey
necə şeydir? O şeyin qabağında necə əyilmək lazımdır? Onları ağıl elə bilmir. Peyğəmbər lazımdır ona. Yoxun yerləri görsətməyə bu toplardan ayrılmış işıqlar kifayət elər. Amma uzaq yolu görsətməkə bunlar kifayət deyil. Bundan böyük işıq lazımdır. Bu düz sözdür. Sərhəddilərdə işıqlar düzəldiblər. 10 kilometri göstərir. Söndürən lop 50 kilometrdə göstərir. Dənizin içinə salır. Sizdən işıq düşür bizə, dənizin içinə. Bəlkə 50 kilometr sərhəddə. O işığla bu işıq, ikisi də işıqdır. Amma nə qədər bunların təfavütü var? Biri 2 addımı göstərir, biri də məsələn bir 50 kilometri göstərir. O kiçik işıq ağıldır. Ağıl bilir ki, adam gərək paltarın cırmaya. Adam bilir ki, ağıl bilir ki, adam gərək üstün ölür. İndi biri ağılsızlıq edir, o başqa sözdür. Amma özü ilə oturub danışanda bizdə belə deyirlər, börküyü qoy qabağına fikir edər. Özü öz börkün qoyub qabağına fikir edəndə bilir ki, gərək özün örtər. Da indi biri paltarını çıxardı, o başqa sözdür. Ağıl kəsir ki, insan gərək ibadət eləsin. Bunu ağıl bilir. Amma Peyğəmbər gəlib deyir ki, Allah ki var, Allah adildir, qadirdir, qudrəti var. Bunları Peyğəmbər bizə öyrədib. Ağıl da bilir bunları. Amma bilmir necə ibadət eləsin. Peyğəmbər lazımdır, qiyaməti görsədə bizə. Peyğəmbər lazımdır, bizə proqram verək. Peyğəmbər lazımdır, bizə necə səcdə eləmək, necə ruku eləmək öyrədər. Buna Peyğəmbər lazımdır. Odur ki, Allahın şükür olsun kərəminə, bizi yaradır. Varlıq neymətdir, amma yoxluq neymət deyil. Biz əl-an varıq, bu varlıq özü bir neymətdir. Bu varlığı ki, Allah yaradıb, bu vara bir ağıl verib, ağıl da neymətdir. Ona Peyğəmbər verib, Peyğəmbər də neymətdir. Bunların hamısının qarşısında biz Allaha səcdə eləməliyik. Ona şükür eləməliyik. Bu işləri ki, Allah görüb, Peyğəmbəri də yollayıb, Peyğəmbərə bir dənə də kitab verib. Deyib, mənim Peyğəmbərim, bax, bu kitabı da apar, onlar necə yaşamaqlarını, öz yaşayışlarını durun bu kitabdan öyrənəcəklər. Öz başlarına olmaz. Hərə necə bilə o cür yaşayış eləyə, bu olmamalıdır. Bunlara bir dənə kitab verirəm, apar, o kitabın üzü ilə bunlar bir-birlərinə biləcəklər, neynəməlidirlər. Yaşayışlarını, necə yaşamaqları orada yazılır. O kitabın adı Qurandır. Allah tərəfindən gəlmiş kitabdır. Quranı biz ehtiram, hürmət qail olmalıyıq. Amma hürmətin mənası nə mənədir? Bu sözləri hamımız biləydik. Bax, birazdan ki, mən dediyim, təzə bir söz deyildi bunları. Hamımız gözəlcə biləydik bunları. Əvvəldən də bilmişdik. Mən indi bax, o söz ki istirdim deyəm, ona indi yetişdir. O budur. Biz gərək baxaq Qurana hürmət edəyək. Niyə? Çünki o bizim proqramımızdır. Bir uşağı yazdırıbsan məktəbə. Uşaq getdi məktəbə, 1-ci sinfi oxudu, 2-ci sinfi oxudu, 3-cü sinf, 5-ci sinf, 8-ci sinf, orta məktəbi tutar. Proqramsız bu uşaq dərs oxuya bilər. Mümkün də. Gərək bilə bu saatda hansı kitabı yaparacaq. Bu saatda nə yazmalıyam, bu saatda nə oxumalıyam. Uşağın gərək əlinə bir şey
müsəlmanların yaşamağına, necə yaşamağına görə, haqqa çatmaqlarına görə ki, yolların itirməsinlər, selə, yelə, tufana düşməsinlər, Allah onlara bir proqram verir. Onun adı Quran. Uşaq əgər məktəb oxuyanda istəsə, bu zəhmətindən, o əməkindən nəticə ala, gərək neyniyə o proqrama hürmət qail olar. Bir müsəlman da əgər istəsə, bu yaşayışından nəticə ala, gərək o proqrama ki, Qurandır, ona hürmət edir. Buracan faydı, mənim sözüm budur ki, hürmət nə iləndir? Hürmət necə ola bilər? Hürmət bax, bir uşaq istəyir, o proqramı ki ona veriblər, ona hürmət eləyər. Onun hürməti nə iləndir? Onun hürməti ola bilər ki, belə olsun, gündə süyüb dursun, onu öpsün, qoysun gözünə, ondan aparsın, qoysun taxtıya. Taxta bilərsin. Aparsın, qoysun taxtıya. Ondan gəlsin, öz başına yazsın, öz başına oxusun, heç o dediklərinə baxmasın. O hürmət oldu. O hürmətsizlik. O proqramı yazanın başına böp qoymaqdır o öpbək. O öpbək, proqram yazanın, proqram yollayanın başına böp qoymaqdır. O proqramın hürməti bundandır ki, orada nə yazılıb, ona əməl edəyəsən. Heç öpbəsöndə öpbə, öpsöndə atıva rəhmət öp. Öpbəsöndə öpbə, ancaq o yazıya əməl edər. Əgər o yazıya əməl edədir, böyük hürmət edəyirsən. Onu yazan da səndən çox minnətdar olar. Çox təşəkkür edər səndən. Quran da eynən o cürdür. Mən Quranı gündə 3 dəfə öpən qoyan cibimə. Namaz vaxtı olanda namaz qılmayam. Nə oldu sən? Nə oldu? Mən Quranı öpdüm, qoydum gözümün üstünə. Ancaq haram çörək qabağıma çıxanda xırt dəyməcən yedim. Nə oldu ya? Quranı öpbəyə nə verərlər? Quranı alıb qoluğa qoyub, taxtçıya başımın üstünə qoymağa nə verərlər? Onun faydasını o. Düz deyə bizə hürmət lazımdır. Dəstəmazsız əl vurmaq haramdır. Hürmət gərək eləyəsən. O hürmət yerində. Öpbək də lazımdır. Mən İmam Xumeynini şahidsiz də görmüş olasınız, televizyonda göstərdiklər bunu. İmam gecə namazın ki qılır, gətirirlər, Quranı verirlər. Yox, gətirirlər, yox, bağışlar, məşqlardır. Səhv edir. Elə orada yanında vardı, öldü, Quranı götürdü, öpdü, qoydu, gözünün üstünə açdı, oxudu. Oxumaqdan qabaq əvvəl öpdü. Öpbək yaxşıdır. Mən də bilirəm gərək öpəsən. Belə çıxmasın ki, mən deyirəm, Quranı öpbəyir. Belə çıxmasın. Quran öpülməlidir, gözə qoymalıdır, bu düz sözdür. Amma öpülmək kifayət deyil. Yalnız öpəsən, qoyasan taxtçıya, bu hürmət deyil. Öpəndən sonra açasan, oxuyasan, orada yazılan şeylərə əməl edəsən. Əsas hürmətdir ki, orada yazılanlara əməl edəsən. Quran bizə proqramdır, hə? Proqram nə deməkdir? Proqram bu deməkdir, bax. Deyir, ata-ona necə keçinməlisən? Və bil-valideyni ehsana. Ata-ana deyir, yaxşıdır. Sənin vırsa da, sən onun üzünə gəlməməlisən. Və la təqulləhuma uffin. O səni vıranda sən ona ufta deməyəcəksən. Demək ehtiram edəcəksən. İndi mən Quranı öpürəm, ondan atamı da məsələn hürmətsizlik edirəm. Anama da hürmətsizlik edirəm, faydasını. Quran mənə deyir, atıva hürmət elə. Atanın haqqın yerinə yetir. Mən atanın sözünə baxmıram, ağzıma gələni də deyirəm, ondan Quran gəlsən, duram ayağa öpürəm. Bunun faydası nə olar? Quran deyir, haram şeyləri yeməyəsən. Məsələn, haram şeylərdən
الخمر والميسر والأنصاب والأزلام رجس من عمل الشيطان فاجتنبوه. Əmr edir. Uzaqlıq elədir. Getmə çaxıra. İndi mən çaxır içən Qurandan deyirəm. Bu hürmətsizdir. Bu hürmət dəlir. İndi də mən elə bir də o hökmlərin hamısını deyə bilmərəm ki, namaz barəsində 100-ə yoxun ayə var Quranda. Salat kəlməsi ilə. Mən saymışdım diyor. Allah deyir, mənim bəndələrim namaz vaxtı oldu, durun namaz qılın. İndi namaz vaxtı olanda mən namaz qılmasam da Qurana mən nə hürmət eləyə bilmişəm. Qardaşla necə keçinməlidir? Ev yoldaşı ilə, öz xanımı ilə, əyalı ilə necə keçinməlidir? Bir qadın öz əri ilə necə keçinməlidir? Ata balası ilə necə keçinməlidir? Qonşu qonşusu ilə necə keçinməlidir? Bunların hamısı orada yazılır. Gözün haqqı var, kulağın haqqı var, dilin haqqı var, əlin haqqı var, ayağın haqqı var. Bu haqqıları insan verək öz yerinə getirir. Buranın hürməti bundan. İmam-ı Hüseyin ağam niyə öldü, niyə şəhid oldu? Sən ki neçə günlərdir bu məscidi qərəb əzəyirsən, sinə vurursan, nohə mərsiyə deyirsən, ağlısan Hüseynə. Hüseyn nə üstə öldü? Hüseyn nə bu şeylər? Hüseyn istədi Qur'anı saxlasın. Fəqət bu. Mən cəaləl Qur'anə əmaməhu qadəhu iləl cənnə və mən cəaləhu xəlfəh saqəhu ilən nar. Bu kimin sözüdür? Bu Peyğəmbər sözüdür. Peyğəmbər buyurur, siz ki yaranıbsınız, bu Quran sizdən əl çəkməyəcək. İki işdən biridir. Ya sizi aparıb beşdə çıxardacaq, ya sizi cəhənnəmə çıxardacaq. İndi qalıb sənin öz keyflər. Hansını istəsən? Sizdən əl çəkməyib. Buyurur, hər kəs Qur'anın hökmlərin örgəndi, əməl elədi, o behişdə gedib çıxmalıdır. Dünyası da abad olmalıdır. Belə diyor ki, dünyası abad olmayan, yalnız ahirət üçündür. Bu qələt fikirdir. Bunu qələt təbliğat keçiblər bizə. Buyurur ki, hər kəs Qur'anın hökmlərin sala ayaq altına baxmaya, o cəhənnəmə getməlidir. Buna söz yoxdur. İzəl tubisət əleykumul fitən. Hər zaman deyir, gördür, narahatçılıqlar dünyada qaranlıq gecə kimi sizə üz gətirir. Onda əl atın Quranın ətəyinə, ondan yapışın. Oxuyun, əməl eləyin ta günə çıxasın. Oxuyun, örgənin, əməl eləyin ta günə çıxasın. Sən denən axı qoymurdular. Onun sözü yoxdur. Keçmiş sözü danışmıyordur. Keçmiş qaldı keçmişdə. 10 il bundan qabaq vəz nə idi? O mənim nə işim var vəz nə idi? Hər nə idi? Keçdi. İndi gör vəz nədir? İndi sən Quran oxuya bilərsən, yoxsa oxuya bilməzsən. Əgər sənə Quran oxumaq mümkündürsə, sənə lazımdır Quran oxuyasan. Quran hökmlərin eşitmək sənə mümkündürsə, lazımdır Quran hökmlərin eşidəsən. Hər yerdən səs gəldi, Quran hökmü sənə lazımdır, qulaqasını eşidəsən. Öz məscidin içində mallon var, sənə Quran hökmü deyil, onlardan öncə. Hər yerdə Quran hökmü deyən var sənə lazımdır. Əgər mümkündürsə, lazımdır, vacibdir sənə gedib Quran hökmü.
eləmək mümkündürsə, sənə lazımdır əməl edəsən. Əgər sən məscidə gəlib namaz qılasan, sənlə birinin işi yoxdur, gəl məsciddə namaz qıldır. Gördün məscidə gəlib namaz qılanda səni tutacaqlar, səni öldürəcəklər, onda məscidə gəlmə, evdə namaz qıl. Əgər gördün səni evdə namaz qılsın, bilsələr öldürərlər, pərdələri çək, qapbazanı bağla, işıqları söndür, qaranlıqda namaz qıl. Nə qədər mümkündürsə, belə səndən hökm istəyirlər. Əgər mümkün deyilsə, o başqa sözdür. O başqa sözdür. Oruç tutda sənə kim dedi oruç tutsun dili kəsərəm? Sən öz görürsən, oruç tutmaq sənə mümkündür, Allah səndən oruç istəyir. Əgər sağlam canın var, Allah səndən oruç istəyir. Yoxsa, məsələn, şəkər xəstəliyinə giriftar olubsan, Allah səndən oruç istəmir. Ona görədir ki, Quranın hürməti bundandır ki, adam Quranın hökmlərini öyrənib, ona vaxtında, yerində əməl edir. Allah bizi o adamlardan qərar versin ki, onlar Quranı tanıyıblar, oxuyublar, öyrəniblər və İslam'a, Quranın hökmlərinə gözəlcə, vaxtında əməl edirlər. Bir söz gəlir nəzərimə, o sözü də deyim burada. Çünki qardaş qardaşa gərək ürəyinin sözünü deyən. Qardaş qardaşa əgər ürək sözünü deməsə, gedib onun dalıcan desə, öz yanında deməsə, bu qardaşlıqdan uzaq bir əməldir. Adam gərək öz bir-birinin üçün dərdləşirik burada da. Mən istəmirəm ki, belə sizə uzun söhbət çıxış eləyəm. Yox, mən istəyirəm burada bir dərdləşəm. Bir söz də var, onu deyim mən də sözü, qutarıb sənin vaxtını çox tutdum, bağışlarsan. O da budur ki, biz gərək öz adət-ənənələrimizi Quranın hududundan çıxartmayaq. Adət-ənənələr fərq eləməz, din barəsində ola, yoxsa dindən qeyri barələrində ola. Ancaq ki, Quran hökmlərindən İmam-ı Sadiq bizə necə öyrədib, o cür əməl eləməliyik. Nə qədər dua oxuya bildik, biz oxuduq, ən gözəldir. Daha da yaxşıdır insan, çoxlu-çoxlu dua oxuya. Amma öz yerində oxuya duanı. Mən sizdən bir xaşim ki, istəyirəm bir xaş eləyim sizdən. O da budur ki, siz bu məscid-i açılıb, çox gözəl bir əməldir bu. Cəmaat namazına da gəlirsiniz məscidə, ən gözəl əməllərdən biri budur ki, insan cəmaat namazı qılar. Mən bu işi görür. Gəlin burada cəmaat namazı qılır. Doldurun bu məscidi cəmaat namazı ilə. Birlikdə namaz qılır. Məhərrəmdə, məhərrəmdən başqa günlərdə namazı qılır. Amma əgər istəyirsiniz ki, bu namaz davamlanar, onun artıq şeyləri ondan kəsir. Az vaxtda namazı qılın, qoyun namaza gələnlər yüngül gəlsinlər. Mən gəlib görsəm burada, məni yarım saat ayaq üstə saxlayacaqsan, mən də namazı evdə qılıram. Bağışlayın, ha, mən bu sözü deyirəm sizə. Mən bu sözü deyirəm, özdə demirəm ki, elə mən deyəcəyim, siz məndən qəbul edin. Baxın, salın beynizə, görün, ağıllı sözdürsə qəbul edin. Gördük, yox, siz bəyənən sözdür, yine mən sizdən bir şey almadım ki, qəbul edərim. Mənim ağlı, dua çox yaxşıdır, əlhamdan ki, siz dua oxudunuz, namaz qıldınız, ən gözəl iş idi ki, mən görürdüm burada, maraqlanırdım, şükür edirdim Allaha ki, siz burada bu işləri görürsünüz. Amma Məfatihdə, Məfatih ki, bilirsiniz, Şeyh Abbas mərhumun kitabıdır, Məfatih əlidə çatıb. Əqəllən mollalarımızın da əlinə olmuş olsa çatıb. Orada namazın bir yanında olan namazdan əvvəl, namazdan axır bir dualar var. Onlar da cəmaat üçün
çox heç yaxşı deyil. Onları da adam tək özü nə qədər o dualardan oxusa oxusun. Amma bəzi duaları, məsələn, bu ziyarətnamə ki, əlğan oxunduya, Allah o ata, əmi, baba ki, onu oxudu, ona çoxlu-çoxlu əcr versin. Ən gözəl işlərdəndir adam ziyarət oxuya, imamlara salam verə. Çox savablı bir işdir. Allah o kişiyə uzun ömür versin ki, əlğan burada dua oxudu, ona can sağlığı versin ki, inşallah bir hələ 100 ildə o dualardan oxusun, lap da yaxşıdır. Amma mən sizə istəyirəm, bu sözü xahiş edəyəm. Namaz cəmaatla qılınanda, onu cəmaatdan sonra oxumayın. Onu özün, hər kəsin gölü istir, öz yoxdur. Tüm birinin gəlib istir, namaz qıla tez gedər. İşi var, sən də onu tutubsan duya. Da sabahdan görər bu burada gəlsə, bunu yuvadacaqlar, sabahdan gəlməz. Öz başında olan adamlarını qatırdarsın. 5-10 nəfər başında adam var, onu da qatırdarsın, qalarsın. Odur ki, mən belə ağlım kəsir. Sizə bir kiçik qardaş kimin bunu xahiş edirəm. Eləmə sözdəkinə eləməyirsiniz, nə olar? Hər necə özür tələffüzdür, o yapsın. Amma mən bir kiçik qardaş kimin, bir kiçik qonaq kimin, qonaq hər necə eləsə dinməzlər də, bilirsən? Mən kiçik bir qonaq kimin sizə bunu deyirəm, tamam ənənələrində, dini ənənələrində, qeyri-dini ənənələrində hamısında baxın, görün Quranın hökmü necədir, o verilir, artıqları kəsür, əskikləri çoxaldır. Quranın üzü ilə olsun. Mən onu yenə də öz ağaç var burada, o ağa da necə səlahdırsa o cür elədir. Elə başqa işlər üstə də o cürdür, dualarında o cürdür. Məsələn, əlğan Quran bağışlama var idi, hə? Quran bağışlamada heç bir də lazım deyil, özünüzü zəhmətə salasın. Əsas olan işləri görün, onlar yaxşıdır. Bax, namaz yaxşıdır, oruc yaxşıdır, iffət, ismət yaxşıdır, qadınların hicabı barəsində onlara şirin dilinə deyil, onları başa salın, özlə əsəblənməyin onlara. Deməyin, ay sən nəcizsən, ay sən kafirsən, ay sən hicabın yoxdur, sən pissən, yox. Onlar hamısı bizim nənələrimizdir, analarımızdır, bacılarımızdır. Onlar hamısı müsəlmandırlar, hamısı mömindirlər. Müntahın neynəsin? Gözün açıb o cür görür, elə bilir, elə o cür olar. Onların ürəkləri pakdir, onlar napak adam deyirlər. Hamısının ürəyi pakdir. O namaz qılmayanların da elə ürəyi pakdir. Görürsən, Quranı öpür, amma namaz qılmır, onu da gərək deməyəsən, indi ki namaz qılmırsan, sən çıx məsciddən, Quranı öpmə, yox, onu çağır, başa sal, qoy namaz qılsın, başa sal, qoy özü başın bağlasın, başa sal, qoy özü haram yeməklərdən uzaqlıq eləsin, onları siz başa salmalısınız. Sizə belə bir risalət Allah boynuza qoyub, bunları gərək siz vaxtında yerinə yetirəsiniz. Odur ki, inşallah, əsas İslamın hökmlərinə əməl edin, artıq hökmlərə, müstəhəbbi hökmlərə əməl eləmə sözlə, onlar çox mühümdür. Quranı bağışlayanda belə də deyə bilərsiniz, bir Quran oxunub, o Quranı bağışlayaq öz ölənlərimizə, oxuyanın ölənlərinə fatihə, mütardı getsin. İndi əgər istədir o cür ki, əlğan bağışlandı, o cürdə oxunsa, onun zərəri yoxdur. Ancaq özünə istəyə bilərsiniz ki, eləyə bilərsiniz ki, çox zəhmət verməyəsiniz. Müstəhəbbi şeylərdən götürür, qoyun vacibi şeylərin üstünə. Belə bir ağlım kəsirməliyiz. Müşteriklərimiz də bizim İranda bu işləri görürlər, belə öyrədiblər bizə. Ustadlarımız da belə öyrədib bizə. Allah bizi dünyada, ahirətdə İmam-ı Hüseyndən ayrı salır. Allah sizin də mollalarınızı ki, burada sizin dini barələrində zəhmət çəkirlər, sizə tut görməsin. Bizi İslamdan ayırmasın. Allah bu birliyi əlinizdən almasın. Bizim hər yerdə olsuq, ürəklərimiz bilir, ruhlarımız bilir. Bizim ortalığımızda sevincdən qalın duvarlar da tikilsə, ancaq bizim ürəklərimiz bilir. Bizi heç qüdrət ayıra bilməyəcək. Müsəlmanların hamısının ruhu bilir. Gündə
namaz vaxtı mən sizi dua edirəm, siz də məni dua edirəm. Əssalamu aleyna və əla ibadillahi salihin. Nə demək? Müsəlman bir-birini dua edir. Almaniyada bir müsəlman var, sən namaz onu dua edirsən. Heç onun özünü də görməyibsən, atasını da tanımırsan, adını da bilmirsən. O da namaz qılır, orada səni dua edir. Müsəlmanlar hamısı bilir. Ortalığımızda duvar da olsa olur, o mühümmüdür. Ancaq ruhumuz ayrılmamalıdır, ürəklərimiz bir olmalıdır. Allah bizim bu birlikimizi əlimizdən almasın. Pərverdigara, biz sənin günahkar bəndələrini günah eləmişik, bir ömür günah eləmişik. Amma səndən başqasının qapısına getməmişik. Günah da elədir, sənin qapıya gəlmişik. O günləri Hacı Şəhnami ilə ikimiz bir hədis oxuduq. Elə gözəl bir hədisdir. Necə gözəl hədis? Peyğəmbər deyir ki, Allaha, ey ilahi, qiyamət günü mənim ümmətimi tərcüme halların ver, mən özüm onları yoxlayım, yetişim onlara. Taim ki, başqa peyğəmbərlərin yanında, başqa ümmətlərin yanında bunların avrı getməsin. Ürəyə görə də yanır bizə. Ondan Allah ona nə deyir, hə? Allah da deyir, mənim peyğəmbərim, mən bunların nami əməllərin, tərcüme halların özüm izləyib, özüm orada yoxlayacağım, yetişəcəyəm, ta sən də bilməyəsən, sənin də yanında bunların avrı getməyəm. Belə mühriban peyğəmbər, belə mühriban Allah harada tapılar dünyada? Odur ki, deyəm, ilahi, bir günah deyiləsür, səndən başqasının ki, qapısına getməmişik, gəlmişik, sən bilirsən, bir də biz bilirik ki, biz nə işlər görmüşük. Səni and veririk Peyğəmbərüvə, Hüseynüvə, keçmişdə elədiyimiz günahların hamısını bizə bağışlayır. Pərverdigara, atalarımız, analarımız, zəhmət çəkiblər bizim tərbiyyətimizdə, onların hamıların Zəhraya, Peyğəmbərə qonaq edir. Pərverdigara, müsəlmanlar gün-bə-gün əzizdirlər, izzətlərin dağı da tuğatdırlar. Müsəlmanlar düşmənlərin zəlil elər. Pərverdigara, sənin and veririk. İmam-ı Hüseynüvə bizə Kərbəla görsətməmiş bizi qəbr evinə atar. Qəbrimizin əvvəlcəcəsində Əli ibn Əbi Talibin vilayət işığından bizi ayrı salır. Qiyamət günü bizi İmam Xümeynidən bir də Peyğəmbər-i Əkrəmdən şərməndə eləmir. Mən bundan artıq sizin vaxtınızı çox tanışdım məndən. Allah dualarımızı bilirəm, mənədən günləridir. Bir iki günlər oldu, olsaydım yapıyorlardı. Amma tüm vaxt keçir, sizin də vaxt keçir. İnşallah mənə olur ki, sabahdan sizi çox yubatmayalar burada. Elə söhbət ola, noğu ola, mərsli ola, ancaq o bəzi dualardan, bəzi şeylərdən biraz elə azaldalar ki, siz ürəyi darıqmaya burada. Elə ki, kamilən cəmaat gəldi, elədi, onda cəmaat namazını qılıb dağılışın. Əgər birinin göl istəyir dua oxumağa, o tutun burada axşamacan dua oxumağa. Bundan kimi nə? İnşallah odur ki, mən zayid istəmirəm sizin vaxtınızı tutam, öz ölənlərimizin bağışlanması üçün, dualarımızın qəbul olması üçün. Bu bizim mühtərəm, hürmətli olan qonağımız Hacı Şəhnami neçə il bizə əhkam dərsidir, boynumuzda hamımızın böyük olan həqqi var. Onun da mənzur niyyəti, umum qonaqlarımızın mənzur niyyəti ilə məclisimizdə olan sizin öz mallalarınızın mənzur niyyəti ilə hamılarımızın, öz ölənlərimizin ruhi şad, İmam-ı Ümmətin ruhi şad, Hüsəra-i Kərbəla, Şühəda-i Kərbəla, Rəhəməllahu mən səbəəl-Fatihə. Bismillahirrahmanirrahim. Ben istifadə edərdim, bəyadan mikrofonu istirdim. Həm də istəyirəm istifadə edeyim ki,
birinci qəbristanlıq. Allah Teala burada yatan qardaşlarımızı rəhmət eylesin. Onların bizim boynumuzda haqqı var və onların ruhu bugün bizimlə bərabər. Həm də xanımı Allah Teala rəhmət eylesin, xanımın ağalarını da rəhmət eylesin ki, biz gəlmiş onun görüşünə və gəlmişik ki, babalarının əzadarlığını burada keçirdik. Həm də mən bir hacı mən imkan tapa bilmədim ki, gəlin başsağlığı verin. Yolda da qardaşlarımıza demişik və hamısının adından mən bir Şeyx-i İslam kimi burada elə bilirəm ki, bu məhzərdə başsağlığı vermək, bütün dünyadan gedənlər, bu yaxınlarda, bu ildə dəfn olanlar onunla beraber mən tanıyıram deyə ona görə Hacı Səfqulunun yoldaşı və oğlanları ki, məndən bu illərə hacda oldular və onlara mən başsağlığı verirəm. Bütün qardaşlar, ayətullahlar və Hüccət-ül İslamlar adından Allah onun yoldaşını Fatıma-i Zəhra aleyhisselamla cənnətdə həmleşin Allah Teala bizim hamısına can sağlığı versin və bir daha üzrxahlıq istəyirəm ki, mən eşitməmişəm ki, mən əgər eşitsəydim, vaxtım olsaydı, eşidəndən sonra da daha mənim vaxtım olmayıb ki, mən qonaqlarla bərabər. Mərhuminəl məğfurin fi hazəl buqətil mübarəkə və la siyyəmə ənvatil həzəratil müminin əl-hazirin fi hazəl məclis və la siyyəməl mərhumətəl məğfurətəl mənzurə mə'ə cəmi'i şühədai və siddiqin بحرمة محمد وآله وبحرمة الفاتحة الحمد لله وصلى الله على سيدنا ونبينا وعلى آله الطيبين الأئمة المعصومين سيما أبي عبد الله الحسين اللهم صل وسلم على الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين وعلى الذين بذلوا مهجهم دون الحسين ورحمة الله وبركاته وأما بعد السلام علينا وعلى عباد الله الصالحين موضوعی من حس eləyəm